Salam əziz şagirdlər. Bugün mən sizlərlə birlikdə 9 mart 11-ci sinif 1-ci zonanın buraxılış imtahanının sınavına baxacaq. Sınav yox, belə buraxılış imtahanı. Gəlin başlayaq 7-ci sualdan. Listening eləməyəcəm. Mən reading və qrammatikanı edəcəm. Baxaq 7-yə. Opposite. Opposite bildiyimiz kimi nədir? Antonimdir. Massive geniş, large geniş. Previous əvvəlki, next sonraki. Mild mülayim, soft da mülayim, defensive protective ikisi də qorumaqdır, strong güclü, powerful da güclü. Burada cavabımız bizim B variantımızdır. Sonra 8-ci sualda the girl look at that in the mirror. Qız özünə baxar hər halda. Yəni bunu yaza bilməyənə öküz vursun, nə deyim. The girl əvəz edən nədir? She'dir. She'dir nə olacaq? Herself olacaq. Cavab D variantıdır burada. Cavabımız burada deməli D variantı. Sonra devam edirəm 9-dan. The supervisor, the engineers to launch. To'nu gördümsə, bir-iki kompleks objekti. Və to gəlibdirsə, litlə meyddən işin yoxdur. 3 getdi, 2 getdi, 2 getdi, 3 getdi, qalır D variantı. Yəni heç baxmadan da bilmək olardı ki, burada nə idi deyə. Sadəymiş, burada D variantıdır. Sonra onda photo which was taken by William was best. Best'i gördünsə Z-ni bura yapışdırırsan. Z olmayanları çıx. Aha. Və fotoda təkdə ola bilmir. Axı mütləq qarşısında bir təyin edici olmalıdır. Ona görə C variantı doğru cavabdır. Sonra some of the insects are harmful. Others are useful. Deyir ki, bəzi həşəratlar zərərlidir, lakin digərləri isə faydalıdır. Ziddiyyət varsa, burada batdan istifadə edəcəm. C variantı doğru cavabımdır. Sonra davam edirəm. Make up a sentence. Bunu sərf eləyən nə deyim mən? Burada swap'dan istifadə edəcəksən uşaqlar. Swap'dan istifadə edəcəksiniz. Gəlin başlayaq. Burada çap sərfi olubdur. Burada the girls'dır. Çap sərfi olubdur. Hə. Aha. Deməli mübtədam the girls have been making salad. 2 4 1 2 4 1 baxaq. 2 4 1 olan bir dənə C variantıdır. Görürsüz necə qəşəng gedir. Elə digərlərində baxmağa ehtiyac yoxdur, amma yenə baxacağam. The girls have been making salad in the kitchen for 20 minutes. Bu tamamilə doğrudur. In the kitchen for 20 minutes. Tamamilə doğru cümlə quruluşudur. Sonra burada olur deməli C variantı. Okay. Gedirəm 13-ə. My niece speak French, but my nephew. Burada batı görürsən. Ya bura təsdiqdə olmalıdır, bura inkarda, ya bura inkarda, bura isə təsdiqdə olmalıdır. Can isn't able'ın to'su yoxdursa mən bunu götürə bilmərəm. Can olmaz. Is able'ın to'su yoxdur. İki tərəfdə iki inkar olmaz. Can, can't, Y variantı doğru cavabımdır. Definitionlar, deməli bunlar A, B imiş. Sərf qoyublar. Trust doğru A olacaq, 2-yə A olacaq. Burada çap sərfi gedibdir. Bu olurda darıxdırıcı 1-ə B, 2-yə A, 3-ə də C olacaq. Amma düşməyibdir variantlar. Burada da C variantı. Sonra baxaq 15-ci suala məndən compound nouns'u istəyir. Çox qəşəng. Mention'ı gördün, çıx. Who'du gördün, çıx. Meant'i gördün, çıx. Nesi gördün, çıx. Qalır Y variantı. Yəni bu çox sadə idi. Burada da Y variantı doğru cavabdır. Sonra do you know when his morning exercise? Bu biraz şaşdırıcı. Damlarla sənin işin yoxdur. Olacaq səndə A variantı. Sonra 17-də düzgün sual cümləsini seçməyimizi bizdən istəyir. Baxaq görək. Hani bunun köməkçi feili. Did you see book doğrudur. Did you see it olmaz. Getdi.
Did mübtəda gəlməli idi, getdi. You did signif bu da yanlış quruluşdur. Cavabımız olacaq burada B variantı. 18-də The professor told it mütləq to-nun işlənir. Yəni prepositionları əzbərləməsəz imtahana getməyin. College nə haqqında? About olar hər halda. Çünki tərcüməyə əsasən hərəkət edirik. Deməli to about olan D variantıdır. Burada da D variantı. Okay. 19-da zeri və is, and, zen. Burada zəni görürsən, müqayisədə and varsa hər iki tərəfdə də müqayisə olacaq. Bir dənə Y variantında hər ikisi var. Olacaq cavabımız Y variantı. Sonra davam edirəm. 20-ci suala baxıram. 20-ci sualda məndən can't be deyir uşaqlar. Ola bilməyən istəyir məndən. Burada diqqət göstərə bilmirəm axı. Bir dəqiqə. Məndən kəntbini istəyir, bax, olmayan, yəni ümumiyyətlə məsulun ola bilməyən, yəni tamamlığı olmayanlar olacaq bunlar. Baxa, bunun var. Deməli, bu ikisini çıxırsan. 3 getdi, 3 getdi, 4 getdi, 4 getdi, qalacaq A variantı 1, 2. 1, 2 qalacaq, o da A variantıdır. Sonra 21-ci suala baxırsan. I whether you don't use those shoes, they will hurt you. Will varsa verə bilməzsən burada sən nəyim? Walk-ı verə bilməzsən, have walked olmayacaq. Bir cümlədə 2 dənə gələcək zaman olmaz. Were walking olmayacaq, qalacaq cavabımız burada B variantı. Okay. Burada isə baxıram bura. Jane traveled a lot last year. Her sister did. Təsdiq cümlədirsə neither getdi. Burada da Jane traveled last year. What her sister did. But varsa inkarlıq olmalıydı. A variantı doğrudur. But ziddiyyət təşkil edir. Təzad istəyir bizdə. Sonra gedirəm bura. Deməli mətn oxumayacağam. Mətndə cavablarını burada qeyd eləmişəm. Burada da onun haqqında, yəni Harper Lee burada verilmişdi, amma oradaydı o, yadıma gəlmir heç. Baxın görüm tapıram mı? Yox, amma qeyd eləmişəm, yəni mətndən tapıb B variantı. Mətni mən səhər gün orta işləmişdim. Oradan belə yadım qalır. Artıq mən oxumayacağım mətni, yəni. Sadəcə 27-ci suala baxacağıq. Burada da which word paragraph 1 best fits the definition to see or observe something happen. Witness olacaq, orada verilmişdi. Paragraf 2-də də patient olan into his sense olacaq. Burada da comes a sentence by changing at least two words according to the passage. She left the university and success ya da achievement verə bilərsiniz. Bunu da çox sadə idi. Yəni sənin uşaq olanda sən nə arzun var idi və bunun səbəbi nə idi? Bunu da çox qəşəng yaza bilərsiniz deyə ümid edirəm. İnşallah hər kəsin ürəyincə olar nəticəsi. Elə bizim də 9-cu sinifin buraxılışı inşallah.